Salam, hər vaxtınız xeyir olsun. Bu gün qan xəstəlikləri, immunitet mövzusunun testlərinə baxacağıq. Birinci sualdan başlayaq. Qanın pis laxtalanmasına səbəb verilənlərdən hansının çatışmazlığıdır? Burada olacaq kalsium. Kalsium olmasa qan laxtalanmaz. 2. Epidemiya təhlükəsi gözlənildikdə vəba və digər hansı tibbi tədbirlərin tətbiqi daha səmərəlidir? Hər hansı bir infeksion xəstəliyin kütləvi şəkildə yayılması gözlənilirsə də, buna qarşı peyvənd etmək daha səmərəli olar. Zərdab olmaz, çünki zərdab artıq o xəstəliyə tutulmuş insana vurulur. Peyvənd bizim sualda isə soruşulur ki, əgər elə bir təhlükə varsa da ona əvvəlcədən nə etmək lazımdır? Peyvənd etmək ən səmərəli yol olacaq. İnfeksiyon xəstəliyə qarşı insana vurulan peyvəndlərin tərkibi hansı variantda düzgün göstərilmişdir? Xəstəlik keçirmiş heyvanların qan plazmasından alınan zülali birləşmə zərdabdır. Öldürülmüş və ya zəiflədilmiş mikroblar peyvəndlərin tərkibinə aiddir. Xəstəliklərdən hansına qarşı peyvənddən istifadə olunmur? Vərəmə, Covid-ə, qızılcaya, tetanusa qarşı peyvənd var, amma ateroskleroz damar xəstəliyidir. Arteriya damarlarının divarlarında xolesterin yığılır, damarı daraldır, qan axışını azaldır. Buna qarşı peyvənd vurulmur. 5. Edward Jenner təbii çiçək xəstəliyinə qarşı vaksin hazırladığı zaman inəyin süd vəzisinin qovuqcuğundan maye götürərək 8 yaşlı oğlanın əlinin dərisinin altına yeritmişdir. Bu prosedur zamanı inək və oğlanın müvafiq olaraq çiçək xəstəliyi baxımından vəziyyəti necə idi? Burada inək xəstə olur, oğlan isə sağlam olur. Bu prosesdən sonra 7 gündən sonra 8 yaşlı oğlanda yüngülvari qızdırma, baş ağrıları olur. 2 həftədən sonra çiçək xəstəliyinin əlamətləri tamamilə itir. 6. Hansı xəstəliyi insan bir neçə dəfə tutula bilər? Gəlin təkrarlayaq. İmmunitet 2 cür olurdu. Təbii və suni. Suni immunitet peyvəndlər, müalicə zərdabları vasitəsilə qazanılırdı. Təbii immunitet 2 cür olurdu. Anadan gəlmə, bir də həyatda qazanılmış. Bizim anadan gəlmə it taununa və donuz vəbasına qarşı immunitetimiz var. Bunları heç vaxt tutulmuruq. Həyatda qazanılmış isə biz bir dəfə təbii çiçək xəstəliyinə, göy öskürəyə, qızılcaya tutuluruq. Ondan sonra bizdə artıq onlara qarşı immunitet yaranır və bir daha heç vaxt tutulmuruq o xəstəliyə. Amma difteriyaya bir neçə dəfə yoluxa bilərik. 7. Zəif venoz qanaxması zamanı hansı tədbir görülməlidir? Yaralını uzatmaq, yarıya soyuq kompres qoymaq, soyuq kompres qoymaq olmaz, səhv. Yaranı yod məhlulu ilə təmizləmək, təmiz sarığı qoymaq, kapilyar qanaxma zamanı edilir. Yaradan yuxarı hissəni turna ilə sıxmaq, bu turna arterial və güclü venoz qanaxmada edilir. Yaranı və damarın divarını sıxan sarığı qoymaq, bu doğru olacaq. 8. Arterial qanaxma zamanı hansı tədbir görülməlidir? Bu zaman 1-2 turna qoyulur yaradan yuxarı hissəyə. İnsanda daxili qanaxma hansı boşluqda ola bilər? Döş, qarın, kəllə boşluqlarında daxili qanaxma ola bilər. Güclü venoz qanaxması zamanı hansı tədbir görülməlidir? Arterial qanaxmada olduğu kimi tədbir görməliyik. Yaradan aşağı hissə yazıb aşağıya qoyulmur. Yaradan zədələnmiş nahiyədən bir qədər yuxarını turna ilə sıxmaq lazımdır. Ateroskleroz hansı damarların funksiyasının pozulmasıdır? Arteriya damarların funksiyasının pozulmasıdır. A bəndi. 12. X mikroorqanizminin törətdiyi xəstəliyə qarşı immunitet yaratmaq məqsədi ilə fəridə peyvənd, firuza isə fəriddən peyvənd olunduqdan sonra alınan zərdab vurulur. Doğru olan ifadələri müəyyən edin. Birdə deyir ki, peyvənd və zərdabın tərkibi tamamilə eynidir.
Xeyr, eyni olanmaz. Peyvənd nədir? Öldürülmüş və yaxud zəiflədilmiş törədicidir, mikroblardır. Bir də onların ifraz etdiyi antigen xəstəli maddələrdir. Zərdab isə odur ki, infeksion xəstəlik keçirən insanın yaxud heyvanın qanından alınan antitellərdir. Eyni deyil. Firuzda fəriddən alınan zərdaba qarşı anticism yaranacaq. Zərdaba qarşı niyə antitel yaransın? Zərdabda fəridin keçirdiyi X xəstəliyinin zəiflədilmiş törədicisi var. Zəiflədilmiş törədici dedik, peyvənddə olur, zərdabda olmur. Hər ikisində suni immunitet yaranacaq. Bu düzdür. Suni immunitet peyvənd zərdablarla alınır. Peyvəndin tərkibində zəiflədilmiş X törədicisi peyvənddə olur dedik. 4-5 C bəndi olacaq. Verilənlərdən hansı bilavasitə qanın rəngsiz hüceyrələrinin yaratdığı müdafiə formasıdır? Yəni, leykositlərin yaratdığı müdafiə forması olacaq makrofaqların işi olan fagositoz, bir də ola bilər antitel, anticism yaratmaq. Antitellər də yad cisimləri zərərsizləşdirir. 2-4. İnsanlar immun çatışmazlığı virusu ilə əsasən yoluxur. Hava damcısı ilə yoluxmur, qanla yoluxur. Transmissiv yolla qansoran heyvanlar vasitəsilə keçir. Məsələn, deyə bilərik buna malyariya. Cinsi əlaqə yolu ilə keçər. Anadan övladına qanla keçər. Həzm yolu ilə keçər. Dizenteriya, vəba. Bir də qan vasitəsilə doğru olacaq. 2-4-6. Leykoz xəstəliyi zamanı qırmızı sümük iliyi daha çox A qan hüceyrəsi yaradır. Bu düzdür. Sarı sümük iliyi daha çox eritrosit yaratmır. Qırmızı sümük iliyi normadan az leykosit yox, çox leykosit yaradır. Qanda qırmızı qan hüceyrələrinin miqdarı artmır, azalır. Qanın rəngi dəyişir. Eritrositlər azalır, leykositlər çoxalır. Ona görə rəngi dəyişir. Qanda qırmızı rəngli nüvəsiz hüceyrələrin miqdarı azalır, yəni eritrositlərin miqdarı azalır. Doğru olacaq. 1, 5 və 6. Uyğunluğu müəyyən edin. Xəstəliklər. İnsan ümumiyyətlə tutulmur. İnsan yalnız bir dəfə tutulur və insan bir neçə dəfə tutula bilər. Məsələn, qripə insan bir neçə dəfə tutula bilər. Ümumiyyətlə tutulmayacaq donuz vəbasıdır, it taunudur. C və D. Niyə? Çünki anadan gəlmə immunitetimiz var. Yalnız bir dəfə qızılcaya, bu da həyatda qazanılmışdır. Bir də təbii çiçəyə bir dəfə tutulur. 16 sual idi. Sonuna gəldik. Videoya like atın. Əgər kanala abunə deyilsinizsə abunə olun. Növbəti test izahlarında görüşərik. Sağ olun.